İndi isə natural ədədlərin elə bir hissəsindən danışacağıq ki, bu hissə çox vacib hissədir. Dəftəriniz, qələminiz yanınızda olsun, bu qeydləri mütləq şəkildə aparın. Çünki bu hissə Dövlət İmtahan Mərkəzinin həm buraxılış, həm blok imtahanlarında ara-sıra tez-tez çox əmsallı, yəni yüksək bal gətirən sual nümunələri kimi istifadə olunub bu mövzulardan. Gəlin, çox danışmadan mövzuya keçək. Sadə və mürəkkəb ədədlər anlayışından başlayaq ilk növbədə. Sadə ədədlər hansı ədədlərdir? Özünə və 1-ə bölünən ədədlər sadə ədədlər hesab olunur. Mürəkkəb ədədlər isə 2-dən artıq böləni olan ədədlərdir. Məsələn, nümunə ilə tanış olaq. Deyək ki, bir ədədimiz 9 olsun, digər ədədimiz isə 17 olsun. 9 ədədinin bölənləri çoxluğuna baxaq. 1, 3 və 9. Görürük ki, 2-dən artıq böləni var. Yəni 3 dənə bölən var. 1, 3, 9. Deməli, 9 nədir? Mürəkkəb bir ədəddir. 17-nin bölənləri ilə tanış olaq. 17-ni nə bölür? Ancaq 1 bölür, bir də 17 bölür. Başqa bir böləni varmı? Təbii ki, yoxdur. Onda 17 necə bir ədəddir? Sadə bir ədəddir, yoldaşlar. O zaman biz mürəkkəb və sadə ədədlərin anlayışını bilmiş olduq. Bir dənə burada əlavə qeyd edək ki, 1, 1 nə sadə, nə də mürəkkəbdir. Qeyd edin bunu. Mütləq qeyd edin, çünki qarışdırmaq olmaz. Sonra 2 ən kiçik sadə ədəddir. Bəzən tələbələr elə bilirlər ki, 2 cüt ədəddir, mürəkkəbdir. Xeyr, 2 sadədir, ən kiçik sadə ədəddir. 2-nin də bölənləri niyə? Çünki 1 və 2-dir, ona görə başqa bölən olmadı. Sadə ədədlərin anlayışında nə deyilir? 1-ə və özünə bölünən ədədlər sadə ədədlərdir. Sonra isə ədədin sadə vurğulara ayrılmasından tanış olaq. Məsələn, hər hansı bir ədədin 70 ədədin sadə vurğulara ayrılmasına baxaq. 70-i sadə vurğulara ayırma dedikdə, deməli, həmin vurğular sadə ədədlər olmalıdır. İlk sadə ədədimizdən başlayaq. İlk sadə ədədimiz, yəni ən kiçik sadə ədədimiz neçə idi? 2 idi. Ona görə biz əvvəlcə onu 2-yə bölürük. 70-i 2-yə böldükdə 35. Keçirik. Növbəti sadə ədədimiz 3-dür. Bölünürmü 35-ə? Xeyr. Sonra 4-ə baxırıq. 4 mürəkkəbdir. Olmaz, yaza bilmərik onu ora. Növbəti 5-ə baxırıq. 35-i 5-ə böldükdə 7. 7 də 7-yə bölünür yalnız. Yekunda da 1 qalır. 70-in sadə vurğulara ayrılması belə oldu. Məsələn, 420 ədədinin sadə vurğulara ayrılmasına baxaq. Əvvəlcə 2-yə bölürük, 210. Bu yenə 2-yə bölündüyünə görə yenə 2-yə bölürük, 105. Sonra 3-ə bölünür, 35. 35 də 5-ə böldükdə 7 qalır, 7 də 7-yə bölündükdə 1 alınır. Gördük ki, 420 ədədinin sadə vurğulara ayrılması bu cür oldu. İndi sadə vurğulara ayırmadan sonra biz nələri bilməliyik? Yadda saxlayın ki, sadə vurğulara ayırmadan sonra deməli, burada biz bilməliyik ki, ədədin 1. Sadə vurğularının sayı. 2. Müxtəlif sadə vurğularının sayı. 3. Sadə bölənlərinin sayı. 4. Natural bölən sayı. 5. Mürəkkəb bölən sayı. Hər hansı bir ədədin sadə vurğulara ayrılmasını bura yazaq. Misal üçün, elə 420 ədədini bayaq yazmışdıq. Burada da onu aparaq. Bunu apardıqdan sonra gəlin nümunələrimizin cavablarını qeyd edək. İlk növbədə 420 ədədinin yazılışını belə aparaq. 420 bərabərdir. 2-dən neçədəndir burada? 2, 2 üstü 2. 3-dən 1 dənə, 5-dən 1 dənə, 7-dən də 1 dənədir. Sadə vurğuların sayı. Bu yazılışla baxanda xəttin sağında dayanan vurğuların sayıdır. 1, 2, 3, 4, 5 olduğuna görə sadə vurğuların sayı 5 dənədir. Müxtəlif sadə vurğuların sayı, yəni fərqli sadə vurğuların sayından bəhs olunur burada. Fərqli olan sadə vurğuların sayı 2, 3, 5, 7. 4 dənə fərqli vurğu var. Burada 4 yazırıq. Yadda saxlayın ki, sadə bölənlərin sayı və müxtəlif sadə vurğuların sayı həmişə bir-birinə bərabərdir. Yəni, bunlar eyni şey sayılırlar. İkisi də eyni şeydir. Yəni, sən ədədin müxtəlif sadə vurğularının sayını 5 tapırsansa, sadə bölənlərin də sayı 5 olacaq. 10 olsa, onda sadə bölənlərin də sayı 10 olacaq. Ona görə burada müxtəlif sadə vurğuların sayını 4 tapmışıqsa, nümunəmizdə sadə bölənlərin də sayını 4 ilə işarə edəcəyik. Natural bölənlərin sayı necə tapılır, yoldaşlar? Natural bölənlərin sayı belə hesablanır. Hər bir vurğudan neçə dənədirsə, məsələn, 2-dən 2 dənədir. Həmin o sayların üzərinə 1 əlavə edirik, vururuq.
3-dən neçə dənədir? 1 dənədir. 1-in üzərinə 1 əlavə edirik. Yəni fərqli vurğuların saylarının üzərinə 1 əlavə etməklə tapırıq. Sonra onları hasilini hesablayacağıq. 5-dən neçə dənədir? 1 dənədir. 1 üstə gəl 1. 7-dən neçə dənədir? 1 dənədir. Orada da 1 üstə gəl 1. Və bunların hasilini hesablayırıq. 3 vur 2, o da vur 2, o da vur 2. Yekunda 24-ə bərabər olmuş oldu. Yoldaşlar, natural bölənlərin sayı deməli 24-ə bərabərdir. Necə tapdıq? Müxtəlif vurğuların saylarının üzərinə bir əlavə edib yekunda hasilini hesablamaqla. Bura bir əlavə bir qeyd taparaq tam bölənlərin sayı ilə bağlı. Tam bölənlər, bayaq dedik ki, tam ədədlər hansı ədədlərdir? Mənfi ədədlər, müsbət ədədlər və 0. Tam bölənlər, deməli, natural bölənlərin sayının 2 mislidir. Deməli, tam bölən bərabərdir 2 vur natural bölən. Aha, yəni biz əgər burada natural bölənlərin sayını 24 tapmışıqsa, o zaman qeyd edə bilərik ki, tam bölənlərimizin sayı nəyə bərabər olacaq? 48-ə bərabər olmuş olacaq. İndi isə mürəkkəb bölənlərin sayını, yəni mürəkkəb bölənlərin sayını necə tapırıq? Ümumi natural bölənlərin sayından çıxırıq, sadə bölənlərin sayını, bir də əlavə 1-i çıxırıq. 1 nədir burada? 1 elə bilin ki, bayaq sizə izah etdim ki, 1 nə sadə ədəddir, nə mürəkkəb ədəddir. Əgər mən 1-i çıxmasaydım, onda 1 mürəkkəb bölənlərin sayının içərisində gələcəkdir. Axı 1 mürəkkəb bölən deyil, mürəkkəb ədəd deyil. Necə bunu biz burada hesablayaq? Deməli, 1-i həmişə nə etməliyik? Natural bölənlərin sayından çıxmalıyıq. Sadə bölənlərin sayı, axırda da 1-i çıxmalıyıq. Natural bölənlərimizin sayı burada 24 tapmışdıq. Sadə bölənlərimizin sayı 4-dür. Bir də əlavə 1-i çıxanda yerdə mürəkkəb bölənlərimizin sayı 19-a bərabər olmuş olacaq. Dəyərli abituriyentlər, gəlin indi biz növbəti mərhələdə ən böyük ortaq bölən və ən kiçik ortaq bölünən əbob və ərkab barəsində olan asan və çətin misallar üzərində nümunələrə baxaq. İlk növbədə keçək. Baxaq görək nə deyir. Əbob nədir? Əbob açılışında deyir ki, ən böyük ortaq bölən deməkdir. Bəzən bunu testlərdə ortaq sadə vurğuların hasili şəklində də verə bilərlər. Yəni, məsələn, 2 ədədin əbobunu hesablamaq istəyirsinizsə, ilk növbədə onların sadə vurğulara ayrılışında ortaqlarını seçib hasilini hesablamaq lazımdır. Gəlin baxaq, 50 və 75 ədədlərinin əbobunu hesablayaq. Fikir verin, bu 5, bu 5 ilə ortaqdır, bu 5 də bu 5 ilə ortaqdır. 2, 5 ortaq olduğuna görə 5-i 5-ə vururuq. Yekun cavab 25-ə bərabərdir. 2 və 3 ortaq deyil heç birinə. Ərkab nədir bəs? Ərkab ən kiçik ortaq bölünəndir və həmçinin də ən kiçik ortaq məxrəc deməkdir. Yəni, bunlar üçü də bir-birinin eyni anlayışdadır. Gəlin, nümunəyə baxaq. Yazır, ərkab 20, 45. Deməli, burada nə edirik? Ərkabın qaydası odur ki, böyük ədədi, yəni seçirik aralarından, böyük ədəd hansıdır? 45-dir. 45-i sadə vurğulara ayıraq əvvəlcə 20 və 45 ədədlərini. 45-i nəyə vuracaq orada? 45-i vururuq. Bunların ortaqlarını sildikdən sonra kiçik ədəddə ortaq olmayan vurğulara, məsələn, bu 2 və bu 2 45-in vurğuları arasında olmadığına görə həmin o ikiləri bunlara vuracaq. Yekun cavabda 180-ə bərabər olmuş olacaq. 45 vurdu, çünki 180 edir. Deməli, əbobun qaydası nə oldu? Ortaq sadə vurğuları bir-birinə vururuq. Ərkabda isə böyük ədədi kiçik ədəddə artıq qalan, yəni ortaq olmayan vurğulara vurmuş olacaq. Növbəti səhifədə biz xüsusi hallara baxacağıq. Deyir ki, əgər A ədədi B-ni bölərsə, A və B ədədlərinin əbobu bölənə bərabər olur, yəni A-ya. Çünki əbobun sonuncu B-si bölən mənasındadır, ən böyük ortaq bölən. Ona görə iki ədəd bir-birini bölürsə, onların əbobu böləndir. Yəni, cavab bölən olacaq. Ərkabları isə bölünəndir. Niyə? İndi ona baxaq. Nümunəyə baxaq. Tutaq deyir, əbob 15, 45. Görürük ki, 15, 45-i bölür. 15 böləndir. Əboblar nəyə bərabər olacaq? 15-ə. Ərkablar nəyə bərabər olacaq? 45-ə. Sonra isə keçid danışırıq qarşılıqlı sadə ədədlər barəsində. Qarşılıqlı sadə ədədlər hansı ədədlərdir? Bununla bağlı qeydlərimiz qeyd edin. Ortaq bölənləri yalnız və yalnız 1 olan ədədlər qarşılıqlı sadə ədədlər cütü hesab olunur. Məsələn, 9 və 10. Bunlar qarşılıqlı sadə ədədlər cütüdür. Məsələn, 9-un bölənləri 1, 3,
9-dur. 10-un bölənlər nədir? 1, 2, 5, 10-dur. Bunlar üçün ortaq bölən yalnız nə görünür? Yalnız və yalnız 1 görünür. Onda 9 və 10 qarşılıqlı sadə ədədlər cütdür. Məsələn, 18 və 25 göstərə bilərik. 18 nəyini bölənlər? 1, 2, 3, 6, 9, 18. 25-in bölənlər nədir? 1, 5, 25. Bunlardır. Ortaq bölənlər yalnız nə olmuş oldu? 1 olmuş oldu. Ona görə 18 və 25 qarşılıqlı sadə ədədlərdir. Yadda saxlayın yoldaşlar. Qeydi mütləq götürün. Ardıcıl tək ədədlər qarşılıqlı sadə ədədlər hesab olunur. Misal üçün, n çıx 1 və n. Bunlar ardıcıl ədədlərdir, çünki aralarındakı fərq 1-dir. Onda bunlar qarşılıqlı sadə ədədlərdir. 9 və 10-u bayaq göstərdik. Bunlar ardıcıl ədədlərdir, qarşılıqlı sadə sayılırlar. 18 və 19 ardıcıldır, qarşılıqlı sadədir. 21 və 23 ardıcıl tək ədədlərdir, qarşılıqlı sadədir. Uşaqlar, yadda saxlamalıyıq ki, A və B əgər qarşılıqlı sadə ədəd olsa, onda əbob AB, yəni A və B qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabər olar. Əkobları isə, yəni A və B ədədlərinin əkobları isə onların hasilinə bərabər olmuş olacaq. Misal bir nümunə ilə tanış olaq. Deyək ki, yazıb əbob 9 və 10. Bunların əbobları 1-dir. Çünki ortaq bölənlər yalnız 1-dir. Amma əkobları, qarşılıqlı sadə ədədlərin əkobları hasillərinə bərabərdir. 9 vur 10-a bərabər, 90-a bərabərdir. Sonra məsələn belə bir nümunə göstərim. Məsələn yazır əkob, daha doğrusu əbob n plus 1 və n plus 2. Görürük ki, ardıcıl ədədlərdir. Onda ardıcıl ədədlər qarşılıqlı sadə hesab olunur. Qarşılıqlı sadə ədədlərində əbobu 1-ə bərabər olduğuna görə biz bunların əbobunu 1 kimi götürəcəyik. Növbəti slaydda bunlarla bağlı mühüm qeydlər var. Əgər iki ədədin əkobu və əbobunun hasili soruşulursa, onda həmin ədədlərin hasilinə bərabərdir. Misal üçün, deyirəm ki, əkob 8, 15 vur əbob 8, 15 bu bərabərdir 8 vur 15-ə. Yəni cavabı bu cür hesablanır. İkinci nümunədə əkob A və əbob AB-nin nisbəti C-yə bərabərdir. C nədir? Bəs C ortaq olmayan sadə vurğuların hasildir. Misal, deyə bilər ki, əkob 120, 144 böl əbob 120, 144. Burada nə edirik? Burada 120 və 144 ədədlərini sadə vurğulara ayırırıq. Əvvəlcə 144-ü də ayıraq. Ortaq olmayan sadə vurğuların hasilinə bərabər olduğuna görə ortaqları silib atırıq. Yerdə qalır 2, 5 və 3. Hansı ki bunlar ortaq deyildi bir-birinə. Həmin o ortaq olmayanları bir-birinə vururuq. Orada da yekun cavab 60-a bərabər olmuş olacaq. Yox, 30-a bərabər olmuş olacaq. Sonra isə belə bir düsturları da mütləq yadda saxlamalıyıq. Bu düsturlar da vacib düsturlardır. Sual ola bilir. Məsələn, A, B böl C əgər 49-dursa, bəs əbob nədir? Yəni, biz bilirik ki, əbobun kvadratı bu düstura bərabərdirsə, onda bu bərabərlikdən biz çıxarda bilərik ki, əbobun kvadratı 49-a bərabərdir. Onda əbob da 7-yə bərabər olmuş olacaq. Və salam, yekun cavab 7. Bununla da natural ədədlər mövzusuna son vermiş oluruq. Növbəti mərhələlərdə biz bu mövzuya dair müxtəlif test nümunələri və suallarla tanış olacağıq. Bu qədər.